O kəslər ki, nə Allahı istədilər, nə şəriətini istədilər, nə Rasulunu istədilər, nə dinin istədilər. Yalnız dünya üçün çalışdılar. Dünyanı istədilər. Dünyanı abahlaşdırıb, ahirəti xarab elədilər, zay elədilər. Allah subhanahu wa ta'ala onlar haqqında buyurur ki, o kəslərə ahirətdə cəhənnəm odundan başqa bir şey yoxdur. Çünki gediləcək yerlərin ən pisini seçdilər. Çünki üstünü qoyub alçağı seçdilər. Allah subhanahu wa ta'alanın qarşısında diz çökmədi. Allah subhanahu wa ta'alanın qarşısında belin bükmədi. Allahın ona verdiyi ən şərəfli üzünü və başını Allah üçün alçaltmadı. Vallahi fikirləş və bil, bu dünyada özün üçün saydığın ən şərəfli yer başı Allah üçün alçaldarsan ki, alçalma günündə, qiyamət günündə, rəzil olma günündə Allah səni ucaltsın. Çünki o gündə insanlar səcdiyə çağırılacaq.